tədbir iştirakçıları, əziz analar, qadınlarımız. İstəyərdim ki, dahi şairimiz Cəfər Cabbarlının anasının çarpayısı önündə bir çökərək göz yaşları ilə yazdığı ana şeirini şəhid analarımızın timsalında bütün analarımıza ithaf eləyək. Əgər bütün bəşəriyyət ədüv-vü canım ola, ürək süqut eyləməz aldığı mətanətdən, rica-vü xəf-ü məkan vermərəm gər alimlər, min ildə vəz edələr dəhşət-i qiyamətdən. Cahanda yox elə bir qüvvə baş əyim ona mən, fəqət nə güclü, zəif bir vücud var yahu, ki hazıram yıxılıb xaki payinə hər gün, öpüm ayağını icz ilə. Kimdir o? Nədir o? Ana! Ana, o adın qarşısında bir qul tək həmişə səcdədə olmaq mənə fəqarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm bəsm-i istirahətdir. Əs ey külək, bağır ey bəhri biyaman nəfələn, atıl cahana səni yıldırım, alış, parla, gürulda taqi semavi, gürulda, çapla, dağıl, sön ey günəş, yağışın yağdır ey bulut, ağla. Bütün bunlar mənə əsər eylərmi? Mütləqa yox, yox, fəqət ana, o müqəddəs adın qabağında, o pak bağrına bassın məni desin layla, təbəssüm oynadaraq titriyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, uçar səmalara o aləm-i xəyalətdə yatar. Ölər bədənim, nitqdən düşər bir söz. Ana, ana, sənə mən rahibəm itayətdə. Əziz şəhid analarımız, sizin qarşınızda baş əyirik. Çünki bir qəhrəman böyülüb vətənə əmanət etməklə bütün bir millətin, bütün Azərbaycanın anası oldunuz.